Çox təşəkkür edirəm. Mən o kitabı son bir ayda axtarıram. Amma belə yaxşı axtarmıram. Dostlar onun videosunu göndərdi mənə ki, buradan dinləyə bilərsiniz. Sonra telefonuma türkçəsini indirdim ki, asta-asta oxuyum. Başladım da oxumağa. Amma biraz gözüm orada çox yaxşı görmür. Bir də çox böyük iltifatla öz oxuduğunuz kitabı vermək, o da ayrı bir şeydir. Mən yaxşı adamların oxuduğu kitablardan oxumuşam. Onlar o kitabı əllərində tutanda, gözləri ilə baxanda, o kitabı dəyişdirirlər biraz da və asanlaşdırırlar o oxuması üçün başqasının. O kitab artıq biraz canlanmış olur başqa cür. Şübhəsiz ki, hər kitabın öz canı var, amma birisi onu oxuyanda da bir başqa dad verir o. Çox təşəkkür edirəm. Bu həftə işim çox idi, həqiqətən çıxışlarım da çox idi. Amma elə konferansın ortasında İlqar müəllim mənə yazanda, səs göndərəndə ki, belə bir mövzuda çıxışınız deyil. Valla dedim ki, nə qədər yorğun olsam da mən ora gəlmək istəyirəm. Və bu mövzu da çox belə toxundu qəlbimə. Bundan danışmaq lazımdır. İndi bunu məsəl üçün natiqlik sənəti kimi təqdim edirlər. Bu biraz belə istifadə olunmuş bir şey kimi olur. Hər kəs bunu oğurlaya bilər, götürə bilər kimi. Hamı istəyib natiqlik sənətinə yiyələnsin. Mən gəncliyimdə bir Apresyan var idi, erməni alim Moskvada. Onun kitabını oxumuşdum, natiqlik sənəti haqqında. Çox qəribə yollardan başlayır. Məsələn, həyasızlaşdırmaqdan başlayır adamı natiqlik sənətinə. Deyir, gedin sırtıq-sırtıq küçədə insanlara suallar verin. Özünüzün kompleksinizi aşın, danışmaq üçün. Məsələn, bir tələbəsinə şey vermişdi ki, çalışma verib, get soruş gör Moskvada harda timsah satılır. O da düşüb küçədə insanlara ilişirmiş kimi, bilmirsiniz harda timsah satılır. Utancaqlığını dəf edirmiş. Bir axırda da deyir, bir neçə gündən sonra tapdı Moskvada harda timsah satılır. O vaxtlar YouTube falan yox idi, internet yox idi. Bu 80-ci, 70-ci illər təsəvvürləyin. İnsanlar yolları da bir-birindən soruşub gedərdilər. Çox yaxşı zamanlar idi. Ora necə gedə bilərəm, bura necə gedə bilərəm. Və mən 8-9 yaşımda bu sirri valideynlərimdən öyrəndim ki, sən demə insanlardan yolu soruşanda adama deyərlərmiş. İndi Google var, indi Waze var. İndi insanlar insanlardan yol soruşmur. Soruşsalar belə kifayət eləməyəcək, çünki infrastruktur bayağı mürəkkəbləşdi. Bu hər mənada belədir, ha. Bu Allaha gedən yolu soruşmaq məsələsində də belə oldu. Xeyli mürəkkəbləşdi Allaha gedən yol bizim çox inkişaf eləmiş cəmiyyətimizdə. Və mən də istəyirəm bu şeylər barədə danışım, çünki bu ruhaniyyatın ən gözəl bir tərəfini aşkarlayacaq bu söhbət eləməlidir. Bu mətləblər. Apresyan, nə bilim, sonra Carnegie'nin bir kitabı vardı bu ilə bağlı. Necə yaxşı çıxış eləmək olar. Orada da müxtəlif trüklardan danışır ki, yaxşı çıxışda həmişə bir trük olur, bir əşyaya diqqət yönəltmə olur, bir əhvalata falan. Öldürürlər nitqin gözəlliyini pozub, onu ayrı-ayrı cəlb edici şeylərlə. Mən elə Carnegie kitablarından öyrənmiş natiqlərə qulaq asmışam. Adamın nitqində hər şey nəzərə alınıbdır. Bir an səni boşda qoymur. Başlayır nitqinə, hansısa bir elementdən səni cəlb eləyir. Bir saat dinləyirsən onu, çox ustadır. Bir saatdan sonra içində boşluq yaranır. Zamanım heyif deyildimi? Yəni, aldada bilməzsən insanların ağlını məşğul eləyə bilərsən, ürəyini aldada bilməzsən. Yaxşı nitqdə insanın ürəyi doldurulmalıdır. Bu sənətdir.
Və bu sənət qətiyyən oğurluqla əldə edilənməz. Bu sənətin haqqını verib ala bilərsiniz ancaq. Mərifətlə. Və birinci sirrini deyim. Bir çox mənə məlum olan sirlərindən danışacağım. Birinci sirri yaxşı nitqin, yaxşı müsahiblərin olmasıdır. Bura gəlməyə ona görə həm də razı oldum ki, buranın mühitini çox sevirəm. Bir-iki dəfə çıxış eləmişəm burada. Burada çox yaxşı insanlar var, yaxşı auraları var onların. Bura adamı danışdırır. Mən çoxdan fikir vermişəm ki, çox fərqli adamlarla ünsiyyətdə olanda söhbətimin rəngi də fərqli olur. Hər adam öz səviyyəsini bəlirləyir. Məsələn, kontakta girirsən adamla, görürsən ki, bunun çərçivələri buradadır da, sən də o çərçivədən kənara çıxmaq istəmirsən. Hər adamın dərinliyini, kapasitəsini hiss edirsən, ondan artıq da danışmaq istəmirsən. İsa Peyğəmbərin çox sərt sözləri var. Deyir, donuz qarşısında mirvari səpələmə. Bəlirləyir sənin müsahibin, sənin nitqinin səviyyəsini, sənin ünsiyyətinin səviyyəsini. Ona görə hər insanla ünsiyyətdə olanda bir rəngdə olursun. Ona görə başa düşərsiniz ki, Cəlaləddin Rumi Şəms Təbrizi ilə rastlaşanda niyə belə bayılmışdılar? Bu çox maraqlı bir imkan var idi ki, insanın dərinlərə qədər getməsi üçün. Çox dərin iki tutum qarşılaşmışdı. Onların görüşdüyü yerdə deyəsən lövhə var, deyir, burada iki dəniz görüşdü. Çox dərin iki tutum qarşılaşır və bərabər tədqiqata girişirlər. Başqası bizə çox lazımdır. Biz ünsiyyət yönümlü varlığıq. Biz başqası ilə ünsiyyətdə özümüzü dərk edirik. Başqası bizə güzgü rolunu oynayır. Ona görə yaxşı dostları olmayan adam Allaha doğru da gedə bilmir. Burada mütləq dost lazımdır və bu dostluğun kökünün qazındığı bir zamanədə. İnsanların tənhalaşdığı bir zəmanədə ünsiyyət mütləq başqasını ehtiva eləyir və o başqası da yetərli qədər dərin olmalıdır ki, sən onunla dərinliyə gedə bilərsən. Niyə görə Quran deyir ki, kafirlərlə oturub durmayın? Onların ürəklərinin məhdudiyyəti var. Onlarla sən dərin mənaları məşq eləyə bilməyəcəksən. Sevə bilməyəcəksən o mənaları onlarla ki, ünsiyyətin canı həm də mənaları sevmək sənətidir. O mənaları sevə bilməyəcəksən o ilə. O öz mənalarını sənə sırıyacaq, yol gedə bilməyəcəksən, geri gedəcəksən. Ona görə. Demək, daha doğrusu birinci deyil, amma bir sirri bunun müsahiblərdədir. Amma ən önəmli bir şey, yaxşı söhbətdə gərək sən öz ürəyinlə kontakt tapasan. Bu çox çətindir. İnsanlar adətən nitqə hazırlaşırlar, çox qəribə şeylər görmüşəm. Adam var, güzgü qarşısında belə nitqini məşq elətdirir. Nədir? Bilmirəm. Özür istəyirəm, yadıma düşmədi. Təxminən belə. Mən akademisyenlər arasında belələrini görmüşəm. Əməlli başda hazırı başa düşmürlər ki, onlar nitqi boyatlaşdırırlar. Boyat yemək nə qədər dadsız və zərərlidirsə, boyat söhbət də elədir. Söhbətin ən gözəli həmin yerdə bişməlidir. Bu çox çətin bir şeydir. Sən hazır bir şey, hazırladığın bir nitqi, hazırladığın bir yeməyi, bəlkə bir həftə, 3 həftə öncədən hazırladığın yeməyi gətirirsən, cəmaatın qarşısında verirsən, onun dadı olmur, mən eləmişəm elə. Sonra bildim ki, yaxşı söhbət burada da olmalıdır. Buradakı insanlarla ünsiyyətdə də olmalıdır. Bu çox risklidir. Ona görə çox həyəcan keçirirəm nitqlərdən əvvəl dəlicəsinə. Ürəyim inciyir pressingdən. Çünki bilmirəm, bu qədər adam gəlib, mən bunlara bir şey deyə biləcəm, yoxsa yox. Ürəyim danışacaqmı, yoxsa danışmayacaq? Birdən danışmaya bilər.
Ona göre başa düşürsünüz, keçmişte insanlar bir şeye başlamazdan əvvəl uzun-uzun Allaha yalvarardılar, uzun-uzun diliyərdilər. Hamıya elə gəlir ki, bu poeziyanın və ya bu yazıların bu hissəsini çıxarmaq lazımdır. Adamlardır da, deyir, zamanəyə uyğun olaraq Allaha yalvarıblar, eləyiblər. O zaman belə mod imiş, yəqin, düşünürlər indikilər. Elə deyil. Bunu bilənlər bilib ki, bu ilhamla bağlı olan bir şeydir. Bunu Allah verəndə olacaq, verməyəndə olmayacaq. Oturub gözləyəcəyik. Bu, yelkənli gəmi kimi bir şeydir. Külək əsəcəksə, sənin gəmin gedəcək. Əsməyəcəksə, motorla falan gəmi olmaz. Motor da biraz təhqir edir həyatı. Vallahi, biz bunun bir fərqində deyilik də. Amma biz bu texniki vasitələr yaradandan, öz iradəmizi ortalığa qoyandan Allahın iradəsini hiss etməməyə başladıq. Özümüzü də. Ona görə yaxşı nitqdə öz ürəyinlə əlaqə yaratmalısan. Bu çox çətindir. Çünki oturduğun mühitdə adamlar sənə təsir edir. Bəzən başlayıram bir nitqə, görürəm söhbət getmir. Getmir söhbət. 3 nəfər əlavə adam gəlir, söhbət canlanır. 3 nəfər rəngini dəyişir auditoriyanın. Çox vacibdir ki, insanlar sənə sayğı ilə yanaşsınlar. Çox vacibdir ki, insanlar istəsinlər səni dinləməyə. Sənin ürəyin bunu hiss edir. Sənin ürəyin çox kaprizli bir şeydir. Mən bir dəfə dedim, bizim ürəyimiz Allahın elçiliyidir. Oranı zəbt eləmək olmaz, ora əmr eləmək olmaz. Ora hökm eləmək olmaz. Onun başına fırlanmaq lazımdır. Və kiminsə baxışı, kiminsə münasibəti mütləq təsir edir sənin nitqivə və ürək məmnun olmalıdır. Bu da bir qəribə bir şeydir. İndikilər bunu unudublar. Deyir, danış da, mütləq danış. Ancaq tamada istədiyi vaxt danışa bilər. Tamada nitqinin dadı yoxdur. Dünyada ən biabırçı nitq örnəyi tamada nitqidir. Adamın ürəyi ilə heç bir əlaqəsi yoxdur, gürulduyur. Cəmaat orada yemək yiyir, bu da güppülduyur. Çox çətindir. Həmişə yazdığım gəlib onlara. Onlara süd vermək lazımdır. Ziyanlı işdə işləyirlər. Əvvəllər ziyanlı işdə işləyənlərə süd verirdilər zavodda falan. Çox ziyanlı işdə işləyir. Demək, ürəklə əlaqəni tapma. Burada başqaları sənə mane ola bilər, ya da kömək ola bilər. Biraz belə meditasiya eləmək lazımdır. Mən adətən biraz pranayama edirəm. Nəfəsimi idarə edirəm, yogadan öyrəndiklərimi məni biraz sakitləşdirir ki, ürəyimlə əlaqəni tapa bilim, başqaları mane olmasın mənim ürəyimlə olan söhbətə. Bu çətinliklərdən biri. Ürəklə bağlı bir çox şeylərə bir də qayıdacağam. Quranda deyilir ki, onlara təsirli sözdür. Çox böyük bir şeydir bu. Onlara təsirli söz. Biz bunu unutduq, başa düşürsünüz. Biz təsirli sözü elmi sözlə əvəzlədik. Təsirli söz elmi sözlə əvəz olunub. Bütün tarixi oxuyublar. Bütün İslam tarixini oxuyublar. Bütün oradakı intriqaların hamısına giriblər. Bütün intriqaları yaşadırlar içlərində. Oyr-oyr oynadırlar. Təsirli söz olmayacaq. Filan şey var mı, yox mu? Xeyir var, ondan danışıq. Allaha yaxınlaşmaq var, gəlin ondan danışıq. Təsirli söz, ürəklə əlaqəsini itirmiş elmi sözlərdir, təsirsiz sözlər. Hər şeyin ətrafında bir elm yaranır. Böyük bir ədəbiyyat yaranır. Yükləyirlər özlərini o boyda ədəbiyyatla. O ədəbiyyat da uzaqlaşdırır. Mən bəlkə bəxtim onda gətirib, mən o ədəbiyyatlarla heç tanış deyiləm. Mən tam cahiləm. Vaxtım buna çatıb. İndi Nəhcül Bəlağanı da arayıram, sağ olsun.
hoca mənə gətiribdi. Oxuyacam onu da məmnuniyyətlə. Amma bir yaşım da gəlib çatıb da, gecə ayırmışam. Bundan sonra nə qədər bir şey oxuya bilərəm ki. Konfutsi mən bildiyim ədəbiyyatdır. İslam tarixindən bəlkə az şey bilirəm, amma Konfutsini çox öyrənmişəm. Məsələ, o tələbələrinə mütləq şeir oxutdurardı. Bir nəğmələr kitabı vardı. 3 dənə kitab oxutdurardı. Onların üzərindən verirdi savadı. Birincisi dəyişikliklər kitabı idi. İkincisi şeirlər kitabı idi. Üçüncü tarix kitabı idi. Tarix kitabında keçmiş imperatorların mərifətlərindən danışırdı o kitab. O mərifətlə tanış edirdi insanları, əxlaqla tanış edirdi, təvazökarlıqla tanış edirdi, səbirlə tanış edirdi, insanlıqla tanış edirdi o kitab vasitəsilə. Dəyişikliklər kitabı mistika ilə, göylə tanış edirdi adamı ki, sənin həyatında göyün iradəsi var. Onu ilə tanış edirdi. Şeirlər və nəğmələr kitabı isə ürəklə tanış edirdi tələbəni. Tələbənin mütləq ürəklə əlaqəsi olmalıdır. Ürəklə tanışlığı olmalıdır tələbənin. Və insan nə qədər savad alarsa alsın, əgər ürəyi ilə əlaqəsi itibsə, onun nitqi heç nə qoxumur. Onun nitqində heç nə yoxdur. Ürəklə əlaqəni poeziya yaradır. Poeziyanın başqa bir funksiyası yoxdur. Poeziya bizim ürək akademiyamızdır. Mənim yadıma gəlir, mən 21 yaşımda ilk dəfə poeziya ilə tanış oldum. 21 yaş gecdir də poeziya ilə tanış olmaq üçün. Biz orta məktəbdə Ala-bula Bozkeçi şeirini öyrənirik, nə bilim, sonra başqa şeirləri əzbərləyirik. Bu əzbərləmə hələ poeziya ilə tanışlıq deyil. Mən poeziya ilə 21 yaşımda əskərlikdən gələndən sonra Rabindranath Tagorun mənsur şeirlərini alıb oxuyanda tanış oldum. Dedim, bu beləymiş. Bu da çox maraqlı bir şeydir. Mən bunu çox danışmışam. Sonra bütün tanışlarıma Tagoru oxutdurdum. Dedim ki, buna yata bilmədim həmin gecə bir xeyli. Ürəyim döyünürdü. Dərinliyə bax, gözəlliyə bax. Dərinliyə bax, gözəlliyə bax. Deyə durmuşdum. Mən özüm kəşf elədim. Heç bir ədəbiyyat müəllimi mənə demədi ki, burada nə var, nə yox. Sən demə, bizim ruhumuz bilirmiş o dərinliklə tanış olanda, özü tanıyır. Heç kimdən soruşmağa da ehtiyac yoxmuş. Bizim ruhumuz çox müdrikdir. O bilir, o dərinliklə tanış olun. Və sonra baxdım ki, elmi fikir heç vaxt həmişə dərin olmur. Lazımdır ki, elmi fikirlə dərinlik qovuşsun. Yaxşı nitqdə bu bir yerdə olmalıdır. Bunu da ürək təmin edir. Adam ürəksiz danışırsa, adam ürəksiz elm toplayıbsa, ürəksiz oxuyubsa, ürəyin dərdlərinə dərman olaraq oxumayıbsa, onun qazandığı elmdən də ürək yoxdursa, orada təsirli heç nə ola bilməz. Bir çox adamlar egosu üçün oxuyur, ürəyi üçün oxumur. Oxuyum ki, diplom alım, oxuyum ki, özümü göstərim. Oxuyum ki, başqalarını vurum, gözünü çıxarım. Başqalarını haqsız çıxarım. Üstün görünüm. Vallahi insanların çoxsu bunun üçün oxuyur. Ürəyinin ağrılarına əlac axtarmaq üçün oxumurlar. Dərdlərinə əlac axtarmaq üçün oxumurlar. Mənim anam mənə bir şey danışmışdı uşaqlıqda. Bilmirəm, doğrudurmu, yalan, amma mənim bundan çox xoşum gəldi. Deyirdi ki, bir dəfə soruşdum ki, bəs bu itlər falan, bunlar xəstələnəndə neynirlər? Deyir, məsələn, iti deyir, ilan vuranda qaçır dağa, özü bilir hansısa bir otu tapır, yeyir. Ondan sonra sağalır. Mən də inandım buna ki, heyvanlar nə yaxşı bilirlər, onların dərmanı nədir. Amma bu əhvalat mənim çox xoşuma gəldi. Sonra həmən o it kimi
oxuduqlarımda ürəyimi sağaldacaq şeyləri başladım axtarmağa. Mənim mütaliəm də bu cür gedibdi. Ürəyimə uyğun olmayan, amma son dərəcə önəmli şeyləri heç oxumadım da. Fəlsəfə doktoru oldum, qərb fəlsəfəsindən düzəməlli bir şey oxumadım. Bir çoxları mənə irad da bildirdi bunu ki, sən bunları oxumalısan. Ürəyim nə istədi onu oxudum. İndi məsələn, tutam, dini mövzuya girəm. Burada da, sən bir bunlara da bax, bunlara da bilirəm. Amma ürəyimə də əmirləyənmərəm. Vaxtım da çox deyil. Ürəyim nə istəyir onu mən özüm üçün yaşayıram. Son dərəcə özüm üçün yaşayıram. Falan şey lazımdır, lazım deyil, falan, önəmlidir. Bu şeylərlə ürək vermədim mən. Bax, bu Konfutsi düşünürdü ki, tələbələrinin ürəyini aktivləşdirmək lazımdır. Ona görə onlara poeziya öyrədirdi, nəğmələr öyrədirdi. İnsan ürəyi böyüməlidir. Bu da ayrı bir məsələ ki, insan çoxlu xeyir işlər eləməlidir ki, onun ürəyi böyüsün. Ürəyi aktivləşdirmək üçün xeyir işlər görmək lazımdır. Xeyir əməllər ürəyi disfunksiyadan çıxarır. Adamların ürəkləri disfunksiya vəziyyətdədir, pas örtübdür. O vəziyyətdə onun nitqi necə şey olsun ki? Təsəvvürləyin ki, ürəyi ölü adamlarla rastlaşıram. Baxıb görürəm ki, terminlərlə danışır. Səninlə danışır. Bu termini basır, sonra o birisini basır, sonra oxuduğu filankəsin adını çəkir. Əcnəbi adlar sənə təzyiq göstərir. Sən də bunları bilməlisən. Yəqin ki, bilirsiniz, filankəs, filan ölkənin, filan əcnəbi ölkənin, filan alimi belə bir kitab yazıb, biz də bunu oxumuşuq. Əslində göstərir ki, mən o kitabı oxumuşam. Və söhbət qutarandan sonra sənin də ürəyin ağlıva aldada bilər. Ürəyivi aldadanmaz axı. Sənin ürəyin bilir ki, bu adam yarım saat özünü sənə göstərdi. Bu sənə anlatmaq istədiyi bir şey yox idi. Ancaq dominantlığını göstərirdi. Ona görə bizim ağlımız axmaqdır, bizim ürəyimiz müdrikdir. İnsanlar bir-biri ilə ünsiyyətə girirlər, ağıl nümayiş edirlər, xoruz döyüşü edirlər. Ancaq ürəyindən uzaq düşmüş adam bu biabırçılığı görmür. Ürəyindən uzaq düşmüş adam görmür bu biabırçılığı ki, sən nə üçün ağzını açırsan? Sən görmürsən, Allah görür axı bunu. Sən indi bu qarşındakini aldatmağa çalışırsan. Torpedo, raket kimi bombardman edirsən onu terminlərindən. Sən özünü göstərirsən, əzizim. Sən ona göstərirsən ki, bax, mən səndən üstünəm. Mən səndən ağıllıyam. Mən səndən savadlıyam. Sən nə deyirsən bilmirəm, amma əslində bunu deyirsən. Ürəyimin mesajı budur. Ağlımın mesajı ilə məni çaşdırmağa çalışırsan. Sözlərlə məni çaşdırmağa çalışırsan. Amma sənin ürəyinmi? Ona görə yaxşı nitqdə ürəyin mesajı aydındır. Mən sənə xeyir vermək istəyirəm. Adamlara təsir edən bu olur. Ürəyin mesajı nədir? Ağlın yox. Ona görə bu çox riskli bir şeydir. Tam belə çılpaq şəkildə ürəyi qoyursan ortalığa. Yaxşı nitq belə bir şeydir ki, orada sən heç kimi aldatmaq istəmirsən, heç kimdən üstün olmaq istəmirsən, heç kimi özünü göstərmək istəmirsən. Bu asan məsələ deyil. Biz böyük bir tərbiyəsizlikdən gəlirik cəmiyyətin içindən və ona görə dil ürəklə bağlı olmalıdır. Ürəyin ifadəsi olmalı. Konfutsiyadan bir misal da deyəcəm. Konfutsiyinin zəhləsi gedirdi yaxşı danışan adamlardan. Deyirdi, ümumiyyətlə, nadir hallarda olur ki, adam elmli olsun, həm də yaxşı natiq olsun, bəlağətli olsun. Bu nadir hallarda olur. Olur amma. Amma nadir olur. Normalda elmli adamlar çox da bəlağət dalınca qaçmırlar. Niyə görə?
Bir dəfə ondan soruşurlar ki, ya daha doğrusu yanında bir nəfər haqqında danışırlar. Deyir, filan kəs deyir, çox elmlidir, amma yaxşı natiq deyil. Deyir, o niyə natiq olmalıdır ki? Nəyə lazımdır ki o? Nitqdən yalnız ifadəlilik tələb olunur. Bilirsiniz necə dərin sözdür bu. Nitqdən yalnız ifadəlilik tələb olunur. Yəni, nəsə varsa sənin qəlbində, nitq ancaq onu ifadə eləməlidir. Bəzəməyə, düzəməyə ehtiyac yoxdur. Adamlar o olan şeyə baxacaqlar. Sənin təmizlənmiş ürəyin varsa, sənin böyümüş ürəyin varsa, sənin nitqivin gözəlliyi oradan gələcək. Sənin nitqivin gücü sənin ürəyindən alır öz gücünü nitqin. Ona görə Konfutsi deyir, yanlış yer üzərində çalışırsınız. Qəşəng şeirlər əzbərləyirsiniz, qəşəng ifadələr, qəşəng sözlər, ondan bir termin alın, bundan bir sitat oğurlayın, bundan bir şey deyim. Bu o yol deyil. Bu o yol deyil. Nitqdən yalnız ifadəlilik tələb olunur. Tərcümanlıq nə varsa onu desən, hətta kasıb ştrixlərlə belə desən, əgər olan bir şey çox möhtəşəmdirsə, kasıb ştrixlərlə belə sən onu ifadə eləsən, əsər olacaq. Rəssamlıqla tanış olanlar varsa bilirlər ki, yağlı boya ilə də çəkmək olar gözəlliyi, kömürlə də çəkmək olar. Usta adam kömürlə 2 dənə ştrix verəcək, başa düşəcəksən ki, nə dedi. Yəni, ifadə vasitəsinin çox zəngin olmasının önəmi azdır. Önəmi olan nəyi göstərməkdir, nəyi ifadə eləməkdir. İnsanlar gözəl sözləri oğurlayırlar ondan bundan. O sözlər o qədər təsirli olmurlar başqalarının ağzında. Çünki onların ürəyinə bulaşır, çıxır ağzından. Ona görə təsiri də olmur. Quran ayələri ilə danışırlar, bir-birinin başını yarırlar. Ayələrlə bir-birinin başını yarırlar. Dalaşır əslində. Söhbət budur. Ben ona görə sevmirəm, mübahisələri sevmirəm. Xoruz döyüşü. Dalaşır, ayə ilə baş yarırlar. Bu anlatma deyil. O nitqlər də zəruri olur bəzən, amma ki, əsaslı deyil. Yaxşı nitq o deyil. Nitqdən yalnız ifadəlilik tələb olunur. Demək ki, ürəyinizin formalaşdırılması işinə baxmaq lazımdır. Ondan sonra nə tər kasıb-kusub da ifadə eləsə, sizin nitqinizin gücü olacaq. Çox sadə bir sözdür. İsa Peyğəmbərin tez-tez yadıma düşür mənim. Axtarın və mütləq tapacaqsınız. İstəyin və sizə verəcəklər. Bu sadədir də, məsələn, filosof kimi otursan, fikirləşsən, burada nə var ki deyirsən də? Çox sadə bir şeydir. Amma burada böyük bir təcrübə var. Böyük bir yaşanmışlıq var. Ona görə bu sözlər yaşayacaq. Amma başqasının ağzında bu sözlər iş görməyəcək. Hər bir kəs, bir Budda ilə bağlı bu söhbət var idi. Mən bunu bir dəfə demişim. Buddanın bir tələbəsi gəlir müəlliminə deyir ki, müəllim, getdim filan kəndə, sən sözlərimi belə danışdın, belə dedim. Müəllim belə deyir. Düz dedim. Deyir, sözlər düz idi, amma sənin ağzından belə bir tər çıxdı olur. Ağzın önəmi var. O, ürəyin önəmi var. Sonra bir də yenə də ürəyin gözəlliyi. Bu yaxınlarda keçən həftə bir balaca küçük gördüm. Vağzalın həyətində yaxınlaşdı bir adama, ondan yemək istədi. Çox mərifətlə istədi. Nə qədər gözəllik var bu küçüklərdə. Belə
utana-utana, qorxa-qorxa, burnunu belə yuxarı belə qaldırdı, ona baxdı. O adam da tələsirdi. Mən də tələsirdim, nəsə durdum, dedim, yox, o bir qatarla da gedə bilərəm. Getdim, ona bir-iki dənə saska aldım, gətirdim və o da yedi. O qədər gözəl istəmişdi ki, onun məsumluğu, onun nitqinə gözəlliyi. Nitq həmişə də söz demək deyil ki, o it heç danışmır da. Amma mən onun sözünü anladım. O qədər gözəlliklə istədi ki, və fikirləşdim ki, burada da deyərəm, yadıma düşsə, yadıma düşdü. Dedim ki, nitq, yaxşı nitq həm də gözəlliyini qəlbin məsumluğundan alır. İndi məsumluğun da üzərinə gedirlər. Bakirəliyin də üzərinə gedirlər. Namus anlayışının üzərinə gedirlər. Mənəviyyat, əxlaq anlayışlarının üzərinə gedirlər. Elə bir zamanada yaşayırıq. Hər şeylə spekulyasiya edirlər. Amma adamın təmizliyi, adamın gözəlliyi, məsumluğu onun nitqində əsas iş görən olur. O küçüyün nitqindəki kimi məni inandırdı ki, bəs mən yemək istəyirəm. Onda da bilmir adam ondan sonra. Məsumluq. Belə, əslində demək istədiklərimi dedim. Əgər yenə suallar olsa, yadıma bir şeylər düşsə, yenə deyərəm. Atalar sözləri necə düşmür? Atalar sözləri az olur, öz olur və o da çox keçmişdən gələn sadə cümlələrlə olur. Hə. Atalar sözləri içərisində hər cür söz var. Hər sözlər var. Ruhunu dərk etmiş adam. Burada bir bəsirət söhbəti var da. Bir də anladım, sualınızı anladım. Bəsirət məsələsi. Bu da bir ayrı bir şeydir. İnsanın ürəyini çox aktivləşdirərsə, doğruluq yolu ilə gedərsə, bir gün bəsirət açılır. O adamı azad eləyir oxuduqlarından. Onun nitqi oxuduqlarından azad olur. Mən başa düşürəm ki, normalda insan oxuduqlarının ifadəsini eləyir. Savadlı adam, məsələn, məktəbdə biz uşaqları öyrədirik, universitetlərdə. İnsanlar oxuduqlarını daşıyırlar bir-birinə. Budur, ya odur. İnsan bəsirətlənəndə o azad olur bu ifadələr. Onun ifadə imkanları da çox olur. Elə atalar misalından da azad olur. Atalar misalı da yaxşı sitatlardır, keçmişdən qalma, inkar eləmirəm. Amma o bəsirət məsələsini yadıma saldınız mənim. O da nitqə gözəllik verir. Yaxşı nitqin bir dalğası olur. O dalğanı gözləyir adam. O dalğanı tutur və bütün nitq o dalğadan gəlir, o dalğa ilə də bitir. Və özünü dərk eləmiş, bəsirəti olan adamlar bilir ki, məsələn, bu atalar sözü ata sözü də deyil, gəda sözüdür. Məsələn, ağa deyir sürdəriyə, sürdəriyə. Bu ata sözü deyil, bu gəda sözüdür. Aysa, bu gəda sözüdür. Aysa. Adamın bəsirəti olmalıdır, görsün ki, bu nə sözdür. Ruhu tanıyacaq ki, bu söz deyil ki. Amma yaxşı sözlər də var. Əgər sənin nitqin ruhludursa, o çox adamın qəlbinə toxuna bilər. Sənin nitqin savadlıdırsa, lap belə yaxşı mənada, ancaq savadlı adamların qəlbinə toxuna bilər. Daha doğrusu, ağlına toxuna bilər. Bəzən burada indi mənə deyirlər, dostlardan da yazırlar ki, bir adam deyir, niyə bu qədər populyar olsun ki, nə bilim, kütlədir də. Deyirəm, məsələn, baxın, orada cavanlar da var. O heç hələ formalaşmayıbdır, amma onun da ürəyi buna reaksiya verir, bu sözlərə. Məsələn, yaşlı adamlar var, onlar da reaksiya verirlər. Çünki
Mənim ifadə elədiyim savad deyil də ki, buna hazırlıq lazım olsun. Bu ürək həqiqətləridir. Ürəkdə əgər adam çox körratmayıbsa özünü, azdan çoxdan buna reaksiya verir. Yalnız çox belə israrcasına özünü xarab eləmiş adamlar buna reaksiya vermirlər və söyürlər, hirslənirlər məsələn. Bu da bir ayrı bir şeydir. Savadla şey arasında, ürək arasındakı fərq. Yaxşı şeylərin hamısı diridir. Allah diridir. İnsanda da yaxşı şeylərin hamısı diridir. Nitq də o cümlədən diri olmalıdır. Nitqin özünün doğuluşu var, böyüməsi var və ölməyi var. Sən onu diskret şəkildə kəsə-kəsə təbii ki, orada sənin ömrünün dirilişindən güc alırlar olar. Orada da biraz nəfəs olur. Amma yaxşı nitq mütləq şey olmalıdır. Kəsilməz olmalıdır. Şeir kimi də. Məsələn, mən gümanləmirəm ki, şeiri aylarla yazmaq olar. O ölü şeirdir. Şeir qısa bir müddətdə doğulur, bir axşamda, o axşamda da bitməlidir. Mütləq. Nəğmə də eləcə. Sonra nəsə bir düzəlişlər falan deyə bilərsən, düşünə bilərsən, nə. O belə bütöv doğulmalıdır. Nitq də elə. Mən elə başa düşürüm. Bu əhvalatı danışmışam, mənim üçün çox belə bir illüstrasiyadır buna. İnsanlar qəribə varlıqdılar. Onlar həqiqəti heç cür almaq istəmirlər. Bəzən havayı olanda da almaq istəmirlər ki, havayıdır bu. Amma əslində o çox bahalıdır. Bir Yapon masteri var idi, bu çay süzürdü adamlara. Amma çox maraqlı bir yer tapırdı həmişə. Bir albalı ağacın çiçəkləyən vaxtında ya bir başqa bir yerdə gətirirdi çay dəstgahını, adamlara çay süzürdü. Çay süzmək Yaponlarda xüsusi bir sənətdir. Və çay süzəndə şeylər də deyirdi. Müdrik adamın çay süzməyi, onu müşahidə eləmək özü bir məktəbdir. Və bilirdi ki, o nə iş görür. Heç danışmırdı orada, ancaq çay süzürdü. Amma o müdrik adam idi, onun sifəti də danışırdı, onun bədəninin plastikası da danışırdı. O danışır, verbal olmasa da. Və bilir ki, onun sözləri verbal olmasa da, onu görənlərin və dinləyənlər üçün bir nemətdir. Bunun fərqində olur ustadlar. Ustadlar bilirlər ki, onlar çox bahalıdırlar. Bunun tam fərqində olurlar. Heç belə orada süni təvazökarlıq falan olmur. Və o da çay verirdi və çox maraqlı bir lövhə yazıb qoymuşdu kənara. Deyirdi ki, mənim çayıma görə, Azərbaycan pulu ilə deyirəm, 10 qızıl da verə bilərsiniz mənə. 10 manat da verə bilərsiniz. 10 qəpik də verə bilərsiniz. Pulunuz yoxdursa, içib pulsuz da çıxıb gedə bilərsiniz. Və axırıncı sətir insan təbiətini ifşa edən. Çox üzr istəyirəm. Daha sərfəli iqtisadi şərtlər suna bilməyəcəm. Bir dənə çətinlik var ki, o qədimlərə oxşayasan gərək, o qədimlərin yolunu gedəsən, o İbrahimin yolu ki var, məşhur bir yolda Allah deyir. Bax, o səmimiyyət yolu ilə Allah axtarır, həqiqət axtarır. Siz o yolla getsəz, məsələn də gedə bilsəz, o cür böyüsəz, yetişəcəksiniz. Zaten Allah deyir ki, bu cür yetişirlər də, İbrahimin yolu ilə yetişirlər. Bütün sir oradadır ki, bu adam yetişsin. Adam yetişməyibsə, o nəyi ifadə edəcək? Öz kallığını mı ifadə edəcək? Kallıq maraqlı deyil axı. Başa düşürsünüzmü? İnsanlar julikliklə məşğuldur da, indi biz elə bir şey deyil. Bu savad müdrik olmayanın müdriklük iddiasını ifadə edir. Savad odur, 90%. Biz adamları süni surətdə müdrikləşdirməyə çalışırıq, eləyə bilmirik. Adam əzbərləyir onun sözünü, bunun sözünü, onun fikrini, bunun fikrini, müəllimə cavab verir və görür.
Amma bunun heç bir qoxusu və təsiri yoxdur. Çünki bu həqiqi deyil. Amma adam özü həqiqi o yoldan bir 10 addım belə getsə İbrahimin yolunda, o 10 addımın bərəkəti çox böyükdür. O, onun ifadəçisi olaraq təsirli nitqə malik olur. Mən sadəcə bayaqki fikrimi bitirmədim də, para məsələsi. Quranda var ki, siz niyə deyir, Peyğəmbərin yanına gələndə sədəqə verməyəsiniz ki? Orada belə bir yer var ki, gəlirsiniz dinləməyə, qədrini bilin nəyi dinləyirsiniz. Çünki bilməyəcəksiniz. Mən cavan olanda riyaziyyatdan dərs deyirdim və çox utanırdım pul istəməyə tələbədən. Özəl dərslər verirdim və elə uşaqlar da bunu hiss eləmişdilər deyə hər dəfə pul vaxtı, bu həftə atam maaş almadı, ya oradan belə olmadı, burada belə olmadı. Mən də deyirəm, hə, yaxşı, lazımdır falan. Eyb yoxdur, gələn, o gedirdik o bir aya, o birisi o bir aya. Belə yoldaşım da deyir, sən nə edirsən, evdə yeməyə bir şey yoxdur, sən də vaxtını da xərcləyirsən falan. Böyle bir neçə il belə getdi məndə. Gənc də təzə ailə qurmuşdum. Çox da əzab çəkirdim ki, mən adamdan necə pul tələb edə bilərəm ki? Sonra baxdım ki, mənim zəifliyimi çox gözəl oxuyublar bu adamlar. Və sonra hirsləndim və dedim ki, ayın əvvəlindən verirsiniz pulu, sonra siz heç gəlməyin, özünüz bilərsiniz. Uşaqlar da gördülər ki, müəllim ancaq bu cür tələb edir. Okey, ayın əvvəlindən başladılar pulumu verməyə mənim. Və 6 aydan sonra gördüm ki, mənim yanıma gələn uşaqlar daha yaxşı oxumağa başlayıblar. Çünki parasını verir. Başa düşürsünüz? Qurban bilirsiniz nədir? Qurban o deməkdir ki, Allahım mən bunu istəyirəm. Mən sənin yolunu istəyirəm. Mən sənin həqiqətini istəyirəm. Hər şeyimi də verməyə hazıram bunun üçün. Başa düşürsünüz? Bu həqiqəti istəyirlərsə, parasını da verməyə hazır olmalıdır. Gerçi Allah bunu havayı da verir, parayla da verir. Bunun ona heç bir şeyi yoxdur. O bayaqki tabliçkaya qayıdıram. Çox üzr istəyirəm. Sizə daha sərfəli bir şərtlər suna bilməyəcəm. Yer üzündə hər imkanda adamlar var da və Allah hamısı üçün də öz elmini asanlaşdırıb. Onu havayı da verir, pulla da verir, çox böyük pulla da verir. Amma kim onu öz səviyyəsinə görə daha çox dəyərləndirirsə, o daha çox götürür. Burada əsas məsələ odur ki, sənə havayı veriləni baha götürəsən. Əgər sən o qədər qabiliyyətlisən ki, havayı aldığı bahalığını hiss edirsən, onda sən onu götürəcəksən. Yox, havayı verdiyi havayı da hiss edəcəksənsə, heç vaxt həqiqət. Həqiqət çox bahalıdır. Bütün dünyadan bahalıdır həqiqət. İndi bunu maddi şəkildə də kimsə dəyərləndirərsə, o da onun mərifətidir. Bu yəni şeyə aid deyil. Bu bir spekulativ bir söhbətdir ki, o sizdən bir şey, həqiqətən bir şey də istəmirdi o peyğəmbərlər orada. Amma onlar elə bilir ki, bunun nəyini istəyəcək. Amma ki, bunu çox bahalı da almaq olar. Kim bahalı alarsa əslində daha ağıllıdır. Ona görə o teatra gələnlər də parasını versinlər. İnsanların zəhmətini dəyərləndirsinlər. Onların verdiyinin heç 10%, 1000% də deyil o. Amma nəsə bir şey versinlər. Bir sədəqə gətirsinlər teatra gələndə özlərinin. Biz maşınlar düzəltdik ki, bizi əvəzləsinlər, biz dincələk. Amma heç qətiyyən dincələ biləmədik. Əvvəlcə fiziki olaraq özümüzü əvəzlədik, indi intellektual olaraq da özümüzü əvəzlədik. Bu prosesin adı odur ki, biz aradan çıxırıq. Biz Allahın bizə verdiyini, çox sadə cümlələr var Quranda da. Biz bu dünyanı yaratdıq, heyvanları, çəmənləri, dənizləri və sizin ixtiyarınıza verdik. Allah buranı bir Ruslarda deyir, pisoçnitsa kimi yaradıb verdi bizə ki, oynayın burada uşaqlar, özünüzü dərk edin burada. Bura sizin bir alanınız olsun, oyun alanınız olsun.
Özünüzü dərk etmə alanınız olsun. Biz dedik ki, biz buradan çıxırıq. Biraz ağıllanan kimi elə şeylər yaratdıq ki, biz burada iştirak eləmirik. Yəni, bir ara çox qudurduq. İntibah dövrü deyilən şey mənə görə qudurğanlığın başlanğıcı idi. Ki, insan mərkəzli dünya başladıq qurmağa. Allah mərkəzli dünyadan keçdi insan mərkəzli dünyaya və insan böyükdür, insan ağıllıdır. Onun davamı gəldi elmi-texniki tərəqqi. İnsan ağlı, insan zəkası. İndi süni intellekt göstərir ki, 3 köpüklük ağlın da yoxdur sənin. 3 köpüklük yaddaşın da yoxdur sənin. Siz təsəvvür edin, professor vardı, yaddaş terroru eləyirdi tələbə ilə. Filan şeyi xatırlayırsan, filan şeyi xatırlayırsan. İndi süni intellekt onu ağaca dırmaşdırır. Pişini. O köhnə məktəbin nə olduğunu bilmək istəyirsinizsə, tam İlbər Ortaylıya qulaq asın. Onun bütün nitqi o estetikadandır. Yaddaş terroru. Onu da bilirəm, onu da xatırlayıram, bunu da xatırlayıram. Başa düşürsən? Və bunun bir şeyi var idi. İndi süni intellekt çıxandan sonra sən kimlə yarışırsan? Sən bu ilə artıq yarışanmazsan. Və səninki nədir? Bax, bu önəmli çıxır. Bax, bizim biliyimiz nədir? Bizim beynimiz belədir ki, hər şey silinir. Biri görürsən ki, filan rejissorun adını qarışdırıram o birisi ilə. Filan yazarın adını qarışdırıram o birisi. Sonra video çıxır, deyirəm, o adam deyil, deyim, mən başqasının adını deyim. Montaj edib silə də bilmirəm. Getsin eləcə də. Qəribə bir şey yanılır. Bu süni intellekt çıxandan sonra başa düşdüm. Kora fəhiməm də mən. Burada nə var ki? Ən köhnə telefon məndən ağıllıdır. Onun yaddaşı da mənim yaddaşımdan çoxdur. Nəyəm ki mən? Amma bizim nəyimiz ola bilər? Süni intellektdə olmayan. Bizim canlılığımız, diriliyimiz, həqiqiliyimiz, səmimiliyimiz. Bizim hələ özəlliyimizi bizim ruhani cəhdlərimiz ifadə edir. Həqiqiyik biz, qüsurlu olsaq da. Biz bəlkə fəlsəfə yapmağı bacaracaq süni intellekt. Əminəm ki, az qalıbdır onu. Çox gözəl də fəlsəfə yapacaq. Amma biz əl yapımı fəlsəfə yapacağıq. Əl yapımı işlər hələ də dəyərləndirilir. Maşın işləri moda minəndən sonra da əl yapımı işlərin qədrini bilən insanlar da var yer üzündə. Bizim də fəlsəfəmiz, poeziyamız, musiqimiz, çox qəşəng musiqi bəstələyir. Cavanşir Quliyev dəvət eləmişdi, verişə, mən baxdım, onların musiqilərini yetərli qədər profesionaldır. Gənclər nə edəcək, mən bilmirəm. Şeir də yazırlar qəşəng, roman da yazırlar. Deyir, gəl sənə bir-iki səhnə də artırın bu romanda. Senari yazırlar. Biz çıxırıq aradan. Əgər bugün də olmasa, 1-2 ildən sonra bütün bu şeyləri deyəcək. Bizlik nə qalır? Biz insan yapımı, əl yapımı fəlsəfə yapacağıq. Ürəyimizin qanı olacaq orada, ağrıları olacaq orada. Bunun da qədrini bilənlər buna qiymət verəcəklər. Biz öz təcrübəmizlə, ruhani təcrübəmizlə bölüşürük. Süni intellekt isə özgə bilikləri ilə. Bu mənada sünilik bəşər tarixində təzə deyil. Bizim bütün elm adına yaratdığımız hər şey sünidir. Elmlər Akademiyası artıq sünilik abidəsi idi. Süni intellekt idi. Kitabxanalar artıq süni intellektin hard diski idi. O vaxtlar yaratmış. Bir adamın beyninə o qədər şey girməz ki. Oxuyur da onu da, bunu da. Bayaq əvvəldə dedim də, dini mühitdə də bu belə var. Çox böyük bir ədəbiyyatın təsiri hiss olunur adamda. Bu elə bir kitabxanadır gəzir. Başa düşürsünüz? Bir insan bu qədər şey içində gəzdirməz. İnsanlar sadədirlər, primitivdirlər. Qayıtmalıyıq o sadəliyə, o təbiiliyə. Süni intellekt də təzə bir şey deyil bizim həyatımızda əslində. Biz girdik bu yola. Biz kitabxanalar yaradanda süni intellektə girdik. Biz yazı yaradanda süni intellektə girdik. Başa düşürsünüz? Mən ərdən fikirləşirdim, niyə görə İbrahimə kitab verilməmişdi?
Bir soruşun Allah'tan o sizə cavab verəcək. Bu qədər sadə. Adəm yarananda. Çünki bu ümumiyyətlə sadə. Sonra okey, bunlar başa düşmürlər. Bir kitab da verək bunlara əllərinə. O da kömək eləmir onsuz. Yəni yaddaş toplanır, əsrlərin yaddaşları güya növbəti nəsilə kömək eləyəcək, heç bir kömək eləmir. Bu boyda kitabxanalar var, bu boyda yaddaş var bəşər mədəniyyətində. Biz ağıllı olduq. Bunu dünən də orada danışdım. Bir Yahudi familiyası yadından çıxdı. Kitab aldım əlimə kitabxanadan o günü. Gertsen haqqında kitab yazmışdı. Stalin mükafatı alıb o kitab. Oxudum bir saat, yarım saat belə orada şeylədim. Həzz aldım adamın səviyyəsindən. Tanımıram müəllifi. Gertsen haqqında yazıb, amma adam özünü elə qəşəng aşkarlayır orada. Özünün idrakının gözəlliyini, ədəbazlıq yoxdur. Çox dərin bir insandır. İnsanı necə ələ alır, necə təhlil edir, mərifət süzülür təhlillərindən, insanlıq süzülür təhlillərindən. Kimə kömək eləyib o? İndiki girirsən auditoriyaya və yaxud da universitetlərə, hara getdi bu cür professorlar, hara yox oldu? Niyə bu yaddaş kömək eləmir bunların daha da irəli getməsinə? Daha da primitivləşmə gedir. Çünki insana bu boyda yardım lazım deyildi. İnsan ürəyi ilə əlaqəni tapmalıydı. İnsanın situasiyası başqadır. Elmin kultunu yaradıblar, ədəbiyyat kultunu yaradıblar, böyük, yəni elmi ədəbiyyat anlamında deyirəm. Bunlar insanı şeyləmir. Maarifçilər düşüblər ortalığa, cəmaatı oxutdurun, cəmaat yaxşı olacaq. Elə deyil. Mən təşəkkür eləmək istəyirəm hamınıza. Bu qədər diqqət mərkəzində olmaq da mənə biraz yordu. Çox sağ olun. Məncə yekunlaşdıraq. Sağ olun.